Varlığın, yəni hemoreligiyanın cinsiyyəti yoxdur. Dolayısıyla insanoğlundakı dindarlıq meyilli cinsiyyətə indirmək mümkün deyildir bu dindarlığı. Tarixi olaraq da sadəcə erkəklərdən ibarət mütəşəkkil bir din mövcud olmamışdır. Qadınların dinlərdəki mövqeyi dalğalı bir seyir izləmişsə də, çoxunluqla adətən erkək egemen kültürlərdə inkişaf edən, gelişən o dinlərin tarixində qadınların rolları gözdən qaçırılmışdır. Günümüzdəki feminist teoloqların və ya qadın dindarlığını müdafiə edənlərin bir yandan etmək istədikləri şey də əslində bu görünməyən mirası görünür etməkdir, değil mi? Digər yandan isə dini elmlər və din elmləri sahəsində çalışan qadınların sayını getdikcə artırmaqdır əlbəttə ki. Nə dedik? Qadınların görünməyən mirası dedik. Ora baxaq. Demək, dinlərin, bəzi məzhəblərin və ya kültürlərin, mədəniyyətlərin meydana çıxmasında və inkişaf etməsində qadınların əhəmiyyətli rolları olmuşdur. Bunu heç biriniz inkar etməzsiniz. Məsələn, Musanın ölümdən qurtarıb saraya yerləşdirən kimdir? Qadındır. Xristianlıq da İsa'ya yox, İsa ilə yox, kimlə başlayar? Həzrət Məryəmlə başlayar. Məsələn, bizdə, yəni İslam dinində Həzrət Xədicə, Həzrət Muhammed Peyğəmbərin ilk və ən əhəmiyyətli dəstəkçisidir. Baxaq, məsəl üçün, Anglikan kilsəsi. Anne Boleyn səbəbilə qurulmuşdur. İndi altında yatan bəzi siyasi məsələlər falan bir yana qoyaq qırağa, əsas məsələ. Əsas məsələ nədir burada? Anglikan kilsəsidir, danışanda nə deyirik? Qurulma səbəbi Anne Boleyndir. Protestan ənənəsinə baxdığımızda da yenə də bəzilərin deyə Luterin, yəni dişi Luter dedikləri Katarina von Bora olmasaydı, Martin Luther də və reformasyon sonraki seyrini əlbəttə izləyə bilməzdi, belə deyək. Sadəcə ənənəvi dinlər və məzhəblər yox, ortodoks ənənəcə də heretik sayılan montanistlər kimi bir qruplar və yaxud da teozofi kimi bəzi dini hərəkətlər karizmatik qadınlar tərəfindən qurulmuş və yayılmışdır.